həyat elədir ki, o negativləri istəsək də, istəməsək də insanlar da bizim həyatımıza gətirə bilir. Baxırsan ki, enerjisi o qədər də sənin ürəyini açmayan insanlar çıxa bilir qarşına ki, artıq biz onları görməməzliyə çalışırıq. Həyatımızda elə şeylər baş verə bilir ki, bunu məndən yaxşı siz bilirsiniz axı. Həyatımızda elə hadisələr yaşanır, gözlənilməz, elə qəfil hadisələr olur ki, ən azından insan kövrəlir və elə bilirsən ki, mən heç vaxt bu sıxıntıdan, bu depresiyadan çıxa bilməyəcəm. Halbuki sən özün o quyudan bir addım özünü qabağa atsan, Allah Taala onsa sən oradan çıxardır. Ona görə o negativi də, o bədbinliyi də özümüzdən uzaq etməliyik. Həyatda hər şey bizim üçündür. Yaxşısıyla, pisiyle, tək ki Allah Taala sağlamlığımıza tək olmasın, yəni sağlam olaq. Canımız möhkəm olsun ki, yaxşı işlər görək, yaxşı işlər ərsəyə gətirək. Bu söhbətin yerə deyəcəm ki, ən böyük qəhrəmanı sizsiniz ki, siz hər bir həyatınıza sizə qarşı gələn hər bir pisliyi, hər bir negativi, hər bir xəstəliyi belə dəf edə bilmiş insansınız. Bilirsiniz, Zümrüd xanım, İnsanıq da hamımız, hər an nəsə baş verə bilər həyatımızda. Gözlənilmədən, bəli. Amma mən hər zaman düşünmüşəm ki, mən hələ bu həyatda yaşadığım bu həyatda hələ mənim missiyam bitməyib. Mənim hələ görüləsi işlərim var. Görəcək, siz bunu düşünürsünüz çünki. Ya Rəbbim, mənə bir möhlət də ver, mən bunları da bitirim. Yəni, bitirməmiş istəmirəm işim qalsın. Ona görə də hər zaman özümü pozitivliyə kökləyirəm ki, bunları eləməliyəm. Və bu iş məndən asılıdır. Mən bunu eləməsəm, məsəl üçün, övladlarım bu nəticəyə, bu çərçivəyə gəlib çata bilməyəcəklər. Bilirsiniz necə? Mən indi ailə üzvlərimi nəzərdə tutarıqlar. Və yaxud və s. və ilaxır. Həyatımızda o qədər elə görüləsi işlər var. İndi mənim həmkarlarım, məsəl üçün, hər ikisi, məsəl üçün, gənclər, o qədər onların qabaqda elə işləri var. Hər zaman düşünür ki, siz bunlara sinə gələ biləcəksiniz. Mən bunu eləyəcəm, çünki mən bunu eləməliyəm, çünki bu mənim içimdən gəlir. Mən bunu istəyirəm eləyim və məni gözləyir mənim tamaşaçım. Allah qarşımıza yaxşı insanlar çıxartsın da. Bunu məndən gözləyir, mən bunu bizi istəyən insanlar əsirgəyə bilmərəm. Mən bunu ona təhvil verməliyəm, mən onu sevindirməliyəm. Bax, bu amalla, bu düşüncələrlə yaşarsanız və düşünürəm ki, o ətrafınızda o negativ olan insanlar da var, onlar da hifz olub gedəcəklər. Bəzən gənclər bəzi nüanslarda, bəzi söhbətlərdə çox tez yorulurlar və çox tez təslim olurlar. Misal üçün, biz də zamanında elə olmuşuq da, əlbəttə ki, bugün məsələ mən elə öz övladımı görürəm də gözümün önündə, onun həm yaşıdlarını görürəm. Allah saxlasın. Yəni, balaca bir, Allah bütün balaları ömür versin, saxlasın, balaca bir nəsə baş verən hadisədə tez arxaya çəkilirlər. Halbuki deyirəm, ay bala, sən bir bunun üzərinə get də, bunun üzərinə get ki, o sənin yolundan qalxsın. Çünki bu da sənin üçün bir imtihandır, bu da sənin üçün bir dərsdir. Misal üçün, mən heç girmək istəmirəm o mövzulara, amma elə belə səthi keçmək istəyirəm. Çünki bilən olur, bilməyən olur, elə siz özünüz də eşidin, bilin ki, bu yaşında, misal üçün, xəyallərin çox şükür, yaşadıqlarını yaşayıb həyatında özünə bir istiqamət yol çəkib və o yolla da addımlayır, çox şükür, öpürəm onu da, övladını, Allah yolunu həmişə açıq eləsin. Allah bütün balaları qorusun. Taley, insan əzizlərini qəfil birdən-birə həyatından itirəndə, o sıxıntıya qapılanda, çarəsizliyə qapılanda, inanın ki, elə insanlar var ki, onlar artıq bir də ayağa dura bilmirlər. Ayağa qalxa bilmirlər. Düzdür. O zaman da nə lazım olur? Ətrafında yaxşı dostlar, onun əlindən tuta biləcək insanlar. Yəni, o ələ tutuna bildinsə, sən qalxacaqsan. Amma ən əsası özün ürəyində özünə bir yol açmalısan. Nə olur olsun, irəliyə. İnsan özünün psixoloq olmalıdır. Başa gələn bir məsələ var, həkimi, başa gələn çəkilməlidir. Heç kim də istəməz həyatında pis günlər olsun. Yenə də mən belə deyim ki, mən bu günlərin buradayamsa, nə yaşamışam, şükür Allahın məsləhətinə. Mən yaxşı günə şükür eləməyənə var ki, mən həmişə pis günümə şükür eləmişəm. Ona görə Allah mənim həyatda istəyir maddi, istəyir hər
bir tərəfli mənim şükür Allahın bu gününə ki, hər bir həyatım yerindədir. Çox şükür. Valideyn itkisi başqa şey hamının başına gələ bilər. O, yəni Allah keçənlərimizə rəhmət eləsin. Mən istəmirəm, hər mövzuya çox pis oluram həqiqətən. Yəni ən həssas yerimdə, amma yenə də şükür eləmişəm. Yəni anamı itirəndə də şükür eləmişəm, atamı itirəndə də şükür eləmişəm ki, yəni mənim bu yer üzərindəki sahibim bir Allahdır. O vermişdə daldı, neyə bilərik? Əlimizdə olsa zaten insan heç vaxt istəməz atasını, anasını bitirsin, amma qismətdir. Allahın məsləhətinə Amma bugün onların ruhunu da şad etmək üçün sənə bir yol açılır və bu yolu uğurla başa çatdırmaq lazımdır, getmək lazımdır. ATV kanalının bir daha rəhbəriyinə, sizə, Pənah qardaşıma çox təşəkkür edirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm ki, bizə, mənlə yanaşı, yəni gənclərə, televiziya muğam müsabiqəsindən çıxan gənclərə, istedad olan gənclərə dəstək olduğunuza görə təşəkkür edirəm, minnətdarlıq edirəm. Başını dik tut, başını dik tut. Ay, sağ ol. Deyir, müsahibəndə yadındadır, demişdin ki, bircə sıxıntım odur ki, efirə çıxandan sonra, hansısa bir yerdə görünəndən sonra, uğur qazanandan sonra evə gedib deyir, soruşası heç kimim yoxdur ki, soruşum görüm necə idim. Hə. Amma indi bilirsən ki, onların ruhu şaddır. Onlar harada olurlarsa olsunlar, bilirlər ki, bugün onların oğlu efirdədir, görünür. Hətta bugün təzə klipində təqdim etdi. Ona görə də danışanda da çox xahiş edirəm, başını dik tut. Ay, sağ ol.